Hər vaxtınız xeyirli olsun. Dost TV-nin efirində qayğı proqramına baxırsınız və biz ənənəvi olaraq burada müxtəlif qonaqlarımızla və vətəndaşlarımıza əhatə edən müxtəlif sosial dəstək proqramlarından danışırıq. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elə adında olduğu kimi əmək və sosial müdafiə məsələləri ilə bağlı burada bir çox mövzuları işıqlandırırıq. Bugünün müzakirə mövzusu məhz əmək mühitində, iş yerində təhlükəsizlik, fərdi mühafizə vasitələrinin dair standartlar və digər məsələlərdir və biz söz gedən mövzunun Dövlət Əmək Müfəttişliyinin tabeliyində Əmək Mühafizəsi Mərkəzinin departament müdiri Fərid Quliyevlə müzakirə edəcəyik. Fərid bəy, xoş gəldiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün bizi. Murad müəllim. İşləriniz necədir və istəyirəm ki, biz həm bu son qəbul olunan standartlar barədə danışaq, eyni zamanda gələcək planlar barədə danışaq və bu standartların iş mühitinə, əməyin mühafizəsi istiqamətində hansı təsirləri gətirib çıxaracağını qeyd eləyək. Bildiyiniz kimi biz artıq Əmək Mühafizəsi Mərkəzi Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində 2 ildir fəaliyyət göstəririk. Bu fəaliyyət zamanı böyük bir işlər, böyük bir addımlar olub. Təbii ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyinin rəhbərliyinin altında. Eyni zamanda da bizim Əmək Mühafizə Mərkəzinin bir fəaliyyət növü olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində uyğun əmək mühafizəsi üzrə standartların yazılması, hazırlanmasıdır. Bunun üçün də biz 2024-cü ildə əsas fəaliyyətlərimizdən biri Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən Əmək sahəsinin standartlaşma A-Standart TK21 Texniki Komitənin tərəfindən əmək mühafizəsi üzrə 57 standart hazırlanmış və Azərbaycan Standartlaşma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiqlənmişdir. 57 standart. 57 standart, bəli. Yaxşı, bu 57 standart ümumilikdə əmək mühafizəsində dair bu standartlar nəyi nəzərdə tutur? Bunu ən sadə formada necə izah edə bilərik ki, məsələn, bir məşğul şəxs, işləyən şəxs, bir belə deyək də, o əməyin mühafizəsinə ehtiyacı olan şəxs bu standartları, bu yenilikləri necə anlasın, necə başa düşə bilər? Biz bunu ətraflı formada gəlin bir açıqlayaq mümkünsə. Onu vurğulamaq istəyirdik ki, bəli, biz Beynəlxalq Əmək Təşkilatının dövlət olaraq 155 nömrəli konvensiyasını ratifikasiya etmişik və bunun da, yəni adı da olaraq əməyin təhlükəsizlik gigiyenası haqqındadır. Həmin konvensiyada bir neçə dənə dispozisiyalar var, hansıdır ki, birincisi milli standartların yaxşılaşdırılması və yeniləşdirilməsidir. Bunun da sual verdiyimiz ki, 57 standartın hansı bölmələr üzrə bölgüsü haqqında danışanda fəaliyyəti istiqamətdə olduğunu. Bunlar nəyə nəzərdə tutur? Hansı sahələri nəzərdə tutur və s. Onlar belədir, yəni 57 standartın 10 standartı, yəni 2024-cü il üçün fərdi mühafizə vasitələrinə və texniki göstəricinin və istifadəsinə dairdir. Bunlar nələr deyilir? Bunlar nədən öyrənilir? Fərdi mühafizə vasitələrinin, yəni bildiyimiz kimi bu istehsalatda əmək mühafizəsində istifadə olunan vasitələrdir ki, misal üçün dəbilqələr, qulaqcıqlar və s. Həmin bu standartlar, həmin fərdi mühafizə vasitələri üçün dizayn, uyğunluğun, kriteriyaların, istifadə qaydalarını əhatə edir və təsvir edir. Bunları istifadə edərkən, yəni bu qaydaları istifadə edərkən, standartlara istifadə edərkən risklərin, yəni təhlükələrin, risklərin azalması nəzərdə tutulub. Yəni bu standartların qəbul olunmasının əsas məqsədi həmin risklərə qarşı bir belə deyək də müdafiə prosesinin həyata keçirilməsidir. Əmək şəraitinin yaxşılaşdırılması. Bəli. Təhlükəsizlik baxımından əmək şəraitinin yaxşılaşdırılması. Və təbii ki də tətbiqi nəticəsində işçilər müxtəlif risk qruplarından, yəni söylədiyim kimi etibarlı qoruma vasitələri təmin edilir. Misal üçün səs-küy, kimyəvi təsir və mexaniki zədə. Sonra bu 28 standart, 57 standart, 28 standartı əmək mühafizəsi üzrə təlimatlara ayrılmışdır.
Bu deməli təlimatlar iş yerində əmək mühafizəsi üzrə davranış qaydaları, avadanlıqlardan düzgün istifadəsi, təhlükəli zonaların identifikasiyası, fövqəladə hallar vəziyyətində doğru addımlar haqqında bilgilər verir. Əsasən tikinti, neft, qaz, kimya, kənd təsərrüfatı, metallurgiya və s. kimi sahələri əhatə edir. İndi burada maraqlı bir məsələ var. Deyək ki, bu sahələrdə çalışan əməkdaşlara bu standartların tətbiqi prosesi necə aparılır və Dövlət Əmək Müfəttişliyi Xidməti və bilavasitə xidmətin tabeliyində olan məhz Əmək Mühafizəsi Mərkəzi bu prosesdə necə iştirak edir? Bəli, çox doğru sualdır. Bu deməli Əmək Mühafizəsi Mərkəzinin nizamnaməsində əsas fəaliyyət istiqamətdən biri müvafiq sahədə maarifləndirmə işləri göstərilməsidir. Təbii ki də Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaratdığı platformalar üzərində, seminarlar, təlimlər üzərində eyni, yəni çiyin-çiyin Əmək Mühafizəsi Mərkəzinin əməkdaşları və Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları müxtəlif regionlara, müxtəlif işə götürənlərə də, yəni respublikada fəaliyyət göstərən işə götürənlərə vaxtaşırı seminarlar, təlimlər keçirirlər və bu zaman həmin standartlar haqqında, həm yeni standartlar haqqında maarifləndirici məlumatlar verilir və tövsiyələr olunur ki, artıq bu standartlara müraciət olunsun. Hal-hazırda da bizdə geniş bir işlərimiz gedir bu sahədə və növbəti aylarda əsasən işğaldan azad olunmuş ərazilərdə təbii ki də bu kimi tədbirlər davam edəcək. Sən ən çox standart konkret hansı sahəyə aiddir? Yəni belə bir sahəni qeyd etmək mümkündürmü? Bəli, ən çox standart əmək mühafizəsi üzrə təlimatlardır, mən vurğuladığım kimi. Çünki bu sahə daha da genişdir. Misal üçün deyək ki, hər hansı bir identifikasiya nömrəsi mi deyək, təlimatı mı deyək, simvollar mı deyək, bu sahədə bilgilər ehtiyacı var və lazımdır və yaxudsa istənilən bir təhlükəli zonanın identifikasiyası, ayrılması, təhlükəli fövqəladə vəziyyətdə hansı addımlar olunmalı, işçi əmək mühafizəsi üzrə necə mühitdə çalışmalı. Bunun kimi bu maarifləndirici yönəmli bir standartlara güc verildi 2024-cü il üçün, bəli. Eyni zamanda da yəni 11 standartların da 57 standartdan da əmək mühafizəsi üzrə tələblər və təhlükəsizlik normalara da aiddir. Yəni onu da vurğulamaq lazımdır. Yəni bu sənədlər istehsalat mühitində əmək mühafizəsi üzrə minimum tələblər müəyyən edir. Onlar əməyin təhlükəsizlik təşkili, iş sahələrinin quruluşu, havalandırma, yəni dizaynı, havalandırması, ventilyasiyası. Hətta bu tərəflərdə var təbii. İşıqlandırması, zəhərlənmədən və partlayışdan yəni qabaqlayıcı tədbirlər bu kimi daxildir. Yaxşı, maraqlıdır ki, deyək ki, iş yerləri bu standartlara əməl etməyə artıq borcludurlarmı? Yəni bu standartların qəbulu bu mu deməkdir? Yəni iş yerləri artıq bu standartlardan kənara çıxmamalıdırlar və standartların hüquqi təsiri nə qədərdir? Yəni qeyd etdiyimiz kimi, yəni texnik komitə bu standartları hazırlayandan sonra Azərbaycan Standartlaşma İnstitutunda dövlət standartı kimi təsdiqi üçün və tanınması üçün verilmişdir. Bu artıq o deməkdir ki, işə götürən və dövlət müəssisələri artıq bu standartlara olaraq, əsas olaraq riayət olunmalıdır və bir mənalı olaraq. Yəni bu artıq tövsiyə xarakterli deyil, bu artıq məcbur edicidir. Bəs bu standartların hazırlanmasında yəqin ki, həmin sahələrlə birbaşa bağlantısı olan qurumların da iştirakı olubdur, eləmi? Çünki burada siz müxtəlif, fərqli istiqamətləri qeyd elədiniz və bu istiqamətlərdə əmək mühafizəsinin doğru təşkili üçün, həmin o standartların yazılması üçün, bunun o bazasının hazırlanması üçün tam geniş bir araşdırmaya və dataya ehtiyac var yəqin ki. Tamamilə doğru vurğuladınız. Əvvəl söylədiyim kimi, biz Dövlət Əmək Müfəttişliyi Xidməti təbii ki, sədrliyin altında TK21 komitəsi yaranılıb. Bu komitənin altında tərkib hissəsində
Dövlət Əmək Müfəttişliyi Xidmətindən də savayı Fövqəladə Hallar Naziri, SOCAR, KOBİA, Sahibkarlar Konfederasiyası və Həmkarlar İttifaqı Konfederasiyası bu işdə yəni təmsil olunub və öz tövsiyələrini, töhfələrini də verilib və onlar da nəzərə alınıb. Yəni təkcə bizim Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti deyil, bizim sədrliyimizin altında olub. Aydındır. Amma yəqin ki, burada da hər hansı beynəlxalq standartlar da bir nümunə olaraq nəzərə alınıb deyiləmi? Çünki dediyiniz istiqamətlər bəziləri bəlkə də Azərbaycanda artıq edilən fəaliyyətlərə aiddir, bəziləri yeni sahələrə əhatə eləyir. Təbii ki, burada beynəlxalq təcrübə də yəqin ki, öyrənilir, beləmi? Tamamilə doğru. Bu standartlar, yəni belə deyək də, hansı beynəlxalq standartlara uyğundur, uyğun olmadığını belə deyə bilərik. Bu standartlar hazırlanıb, təcrübə götürülüb Avropanın, İngiltərənin, Avropa direktivləri, misal üçün İN, ISO və Rusiyanın GOST standartlarına istinad olaraq hazırlanıb. Ümumi olaraq da bir nümunə olaraq hansı beynəlxalq standartlar qəbul olsa da, yəni təbii ki 57 standartın, yəni hamısı mühümdür, hamısı önəmlidir, amma onlardan bir neçəsini söyləmək istərdim. Misal üçün ISO 45003 psixososial risklər. Bu mövzu hal-hazırda bütün dünyada maraqlıdır və önəm qarşısındadır. Psixososial nə deməkdir? Psixososial risklər iş yerində baskı, zorakılıq, mənəvi təsir göstərən bir şeydir. Yəni bu necə deyirlər, istər işıqlandırma, səs, küy falan, bunu hər kəs anlaya bilər. Lakin iş zamanı istənilən bir baskı olaraq, yəni deyək ki, iş rəhbəri işi tapşırır və söyləyir ki, bunun vaxtı 1 saata yox, yarım saata və s. və ilə axır. Əgər sən bu işi görməsən, işdən azad oluna bilərsən və s. kimi nümunələr gətirsək, həmin zamanda bu da bir işin yerinə yetirilməsinin və təhlükə yarada bilən bir amildir. Hansını ki, çoxumuz dünyada çox bir yerdə mənasını başa düşmürlər. Deyək ki, müdür, iş rəhbəri tapşırıb ki, işi tez bir zamanda bitirmək lazımdır. Yəni 1 saatlıq işi yarım saat ərzində bitirməyə çalışıram. Həmin zamanı mən düşünürəm ki, məni işdən azad edə bilərlər. Mən hər hansı bir doğru addım etmədən nə baş verə bilər? İstənilən istehsalat bədbəxt hadisəsi baş verə bilər. Siz burada çox geniş istiqamətləri qeyd elədiniz və çox xüsusi nüansı qeyd elədiniz. Nəinki texniki məsələlər, burada artıq psixoloji, sosial məsələlər vurğulandı. Bax, şirkətlərin, işə götürənlərin, onların özlərinin bu məsələlərə maraqları necədir? Deməli, təbii ki... Onlara sərf eləyirmi bu standartlar? Daha sadə formada, daha loru formada bu sual versən. Bu standartlar, əgər mühüm bir tərəfdən baxsaq, var işə götürənlər, var işçi. İstəyər işə götürən işçini birləşdirən bir mühit var, o da işdir. Əgər iş şəraiti sağlam olmasa və işçi bədbəxt hadisə nəticəsində öz iş qabiliyyətini itirirsə, o zaman işə götürənin artıq işçi qüvvəsi olması deməkdir. İşçinin işə götürənin işçi qüvvəsi olmaması o deməkdir ki, işə götürən işi görə bilməyəcək və bağlanacaq. Onun üçün də işə götürən bu istiqamətdə daha da önəmli olmalıdır ki, mən işçimi əsas qüvvəni qoruyum və itirməyim. Sosial baxımdansa bu nəyə gətirir? Əgər işə götürən yoxdursa, o deməkdir ki, müvafiq investisiyaları yoxdur, müvafiq işlər yoxdur və iqtisadi baxımdan da problemlər yaşanır. Onun üçün də bugünkü gündə dövlətin əsas məqsədi, yəni Dövlət Əmək Müfəttişliyi Xidmətinin əsas fəaliyyətlərindən biridir. Bu standartların tətbiqi və işə götürənlərə dəstək olması ki, iş mühitin sağlam bir mühitə yaratsın. Eyni zamanda da biz işçiləri də toxunmalıyıq. İşçi özü də maraqlı olmalıdır ki, iş mühiti sağlam qalsın. Yəni özü öz sağlamlığını qorusun. Əks halda iş qabiliyyəti azalmış olur və işsiz qalır və bu da onu da gətirir ki, işsizliklər və s. və Allah çoxalır. Onun üçün də bu baxımdan standartların iş mühitin yaxşılaşdırılması üçün çox bir önəmi var və bugünkü gündə işə götürənlər özləri bunun haqqında fəlsəfi də olaraq, mənəvi də olaraq düşünməlidirlər ki, iş mühiti təkcə
bahalı və yüksək səviyyəli texnologiyalardan ibarət deyil. Həmçinin də əməyin mühafizəsinə ayırdığı məntiqlə də çox böyük bağlı bir işdir. Yəni işin əsası və ən önəmli faktoru həmin əməyin sahibi o əməkdaşlardır, işçilərdir və iş yerləri bunun nə qədər ciddi və vacib olduğunu yəqin ki anlamalıdırlar. Yəqin ki də artıq anlayırlar. Qeyd elədiyiniz standartlar, qeyd elədiyiniz hüquqi addımlar məhz buna gətirib çıxarır müvafiq olaraq. Bəli. Aydındır. 57 standart qeyd elədiniz. 57 standart və bunun bir neçəsi barəsində istiqamət olaraq məlumat verdiniz. İstəyirəm ki, daha ətraflı biraz danışasınız bunlardan. Bu 57 standartın gəldikdə bu fərdi mühafizə vasitələridir, əməyin mühafizəsi üzrə təlimatlardır, əməyin mühafizəsi üzrə tədbirlər və təhlükəsizlik normalarıdır və təbii ki, istehsalat mühiti amilləri və fərdi mühafizə üzrə sınaq prosedurlarına dair texniki tələbləri də var. Bu standartlar görür. Bunu da xüsusi vurğulamaq istəyərdim ki, yəni bugünkü gündə Əmək Məcəlləsinin 64-cü maddəsinə istinad olaraq işə götürənlər, Azərbaycan Respublikasında fəaliyyət göstərənlər iş yerinin attestasiyasını keçirməlidirlər. Əmək şəraiti üzrə iş yerinin attestasiyasına keçir. Eyni zamanda da 38 nömrəli qərarla tənzimlənəndə Nazirlər Kabinetinin 6 mart 2000-ci ilin qərarı ilə iş yerinin attestasiyası keçirilmək qaydalarına uyğun olaraq da bu fəaliyyət iş yerinin attestasiyası tənzimlənir. Burada işə götürən hansı amilləri iş şəraitinə, əmək şəraitinə təsir edən, deməli istehsalat mühiti amilləri, bunlar nədir? Səs-küydür, işıqlandırmadır, tozdur və s. Sonra ağırlıq və gərginlik, bayaq söylədiyimiz bu psixososial kimi bir nümunələr. Bunlardan sonra deməli zədə təhlükəsizliyi bu nəzərə alır obyektləri bunun istehsalat avadanlıqları, alətlər və qurğular, bir də ki təlimlər təsis edilməsi, yəni təmin edilməsi. Bunların nəticəsində uyğun qiymətləndirmə olur hər bir əmək şəraiti üzrə və sonra da işə götürən tədbirlər planı görülməlidir. Tədbirlər planında da öhdəlik götürür ki, mən bu uyğunsuzluqlar varsa aradan götürməliyəm, tədbirlər görməliyəm və ondan sonra da iş yerimdəki əmək şəraiti üzrə əmək şəraiti yaxşılaşdırmalıyam öz işçilərim üçün. Şimdi burada bəs iş yerlərinin nəzarət necə həyata keçirilir ki, onlar bu standartın tələblərinə uyğun olaraq öz işlərini, o prosesi qururlar ya yox? Söylədiyim kimi, yəni 38 nömrəli qərarda 1.7 bəndinə əsasən işə götürən iş yerinin attestasiyasını bitirdikdən sonra 10 iş gün ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinə həmin pasportu təqdim etməlidir. 4.2 və 5.2 maddəsinə qeyd olunan sənədləri təqdim etməlidir. Bildiyimiz kimi hal-hazırda da EMAS sistemimiz, platformamızda geniş istifadə olunur. Əmək və məşğul altında. Bəli. Həmin artıq yeni qərara uyğun olaraq, qaydalara uyğun olaraq işə götürən EMAS platformasında alt sisteminə də həmin iş pasportunu yerləşdirərək xəbərdarlıq edir ki, yəni Dövlət Əmək Müfəttişliyi Xidmətinə ki, artıq mən iş yerinin attestasiyasını keçirdim. Yəni bunun üçün də Dövlət Əmək Müfəttişliyi Xidməti artıq EMAS platforması üzərindən həmin pasportu incələyərək həmin qaydalara uyğundur, uyğun deyil, təhlil edə bilir. 2024-cü ildə qəbul olunan standartlar və proses barəsində danışdınız, amma təbii ki, həyat dayanmır, proses dayanmır, iş sahələri getdikcə geniş şaxəli olmağa başlayır və burada təbii ki, müxtəlif peşələr, müxtəlif iş mühitləri yaranır və yəqin ki, yeni standartlar, yeni hədəflər var. 2025-ci ildə hansı yeniliklər bizi gözləyir? Təşəkkür edirəm bu suala görə. 2025-ci il üzrə Texniki Komitənin fəaliyyətin planına əsasən ümumilikdə 111 yeni standart hazırlanaraq 111. Bəli, bu il. O əvvəlkilərdən əlavə. Bəli. Bu proses dinamikdir. Proses davamlı olacaq. 2026-cı ildə, 2027-ci illərə davamlı olaraq gedəcək. Amma 2025-ci il üzrə 111 standartın hazırlanması və təsdiqlənməsi artıq zəruri işlər başlanıb. Bunlardan vurğulamaq istəyərdik ki, fərdi mühafizə vasitələrə aid olacaq, yenə də
yeni standartlar, yəni təkcə bu 11 dənədən bitmir. Yəni biz yeni standartlar fərdi mühafizə vasitələri üzrə hazırlanmışıq. Prosedurlara aid sınaq, qiymətləndirmə və s. kimi təlimatlar, tələblərə aid texniki və təhlükəsizlik normalar, təlimlərə aid əmək mühafizəsi üzrə ümumi və səhavi qaydalar, daşınmaya aid, yəni təhlükəli maddələrin daşınması zamanı hansı qaydalar tətbiq olunmalıdır. Burada maraqlı bir məqam var. İndi qeyd edilən sahələrlə bağlı, yəni bu standartlar qəbul olunana qədər hazırda hər hansı standartlar nəzərə alınırmı? Beynəlxalq ya köhnə hansısa standartlar işləyirmi bu mexanizm? Ya ümumilikdə biz yalnız yeni standartları biz gözləyirik hələlik? Bəli, siz vurğuladığınız kimi köhnə qaydalarla biz hal-hazırda istifadə edirik, QOST-larla, amma təbii ki, yeni müasir tələblər var. Bu dövrə uyğun olaraq, zamana uyğun olaraq və onun üçün də biz yeni standartların hazırlanmasında aktiv olaraq iştirak edirik və bu prosesi davam edirik. Bir də istəyirəm ki, bu təkcə standart, məsələn, standartların hazırlanması tətbiqi tərəfindən yox, bir də o maarifləndirmə prosesi barəsində də məlumat verəsiniz. Bu çox vacibdir. Həm işə götürənin, həm işçinin maarifləndirilməsi ümumilikdə daha müasir, daha təhlükəsiz bir əmək mühitinin yaranmasına gətirib çıxaracaq. Bəli, bu deməli Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkil etdiyi seminarlar və təlimlər var. Əsasən biz işğaldan azad olunmuş ərazilərdə bu fəaliyyəti göstəririk. Seminarlar, təlimlər və görüşlər zamanı işə götürənlər və işçilər öz hüquqları haqqında məlumatlandırılır. Fərdi mühafizə vasitələrinin istifadəsindən, sonra risklərin qiymətləndirilməsi və proaktiv təhlükəsizlik sahəsində bu kimi məlumatlar verilir. Eyni zamanda əl çatmaq olması üçün bu təlimlər və seminarları xüsusi video çarxlar hazırlanıb. Hazır dərslər formasında dərslər də hazırlanır. Xüsusi metodiki təlimatlar üzərində də təlimatın proqramlarına da daxil olunur və işə götürənlərə, işçilərə hamıya əl çatan olunması artıq təmin olunub. Bununla bağlı da, yəni bugünkü gündə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmi sosial media şəbəkələrindən istifadə edərək Facebook, Instagram, bir də ki, rəsmi web sayfasından istifadə edərək təbii ki, əldə çatılan bir video çarxlardır və hamıya da tövsiyə edirik, bununla da maraqlansın və əmək mühafizəsi üzrə böyük bir, yeni bir biliklər əldə etsin. Aydındır. Fəaliyyətinizdə uğurlar arzulayırıq. Mən qeyd edeyim ki, biz Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində olan Əməyin Mühafizəsi Mərkəzinin Departament Müdürü Fərid Quliyevlə yaxın dəqiqələrdə müzakirəni həyata keçirdik. Çox sağ olun informasiyaya görə uğurlar arzulayırıq və ümid edirik ki, bu yeni standartların da qəbulu və tətbiqi ümumilikdə əmək mühitində daha xoş mənzərənin yaranmasını gətirib çıxaracaq. Həm işə götürənlər baxımından, həm işçilər baxımından və ümumilikdə bu yalnız əmək sayəsində bir rifahın daha da genişləndirilməsinə kömək eləyəcək. Çox sağ olun. Təşəkkürlər. Siz növbəti proqramlarda, növbəti qayğı verilişlərində görmək istədiyiniz mövzularla bağlı bizə müraciətlərinizi edə bilərsiniz. Biz təbii ki, Dost TV-nin sosial media hesablarında da izlədiyiniz hesablarda da vurğulaya bilərsiniz müraciətlərinizi bizim inboxumuza və biz bütün müraciətləri, sualları, mövzu təkliflərini nəzərə alırıq. Eləcə də hər hansı bir tənqidi məqam varsa, onu da vurğulaya bilərsiniz. Növbəti proqramlarda görüşərik. Hələlik.